Sabahınız xeyir. Bugün də günə erkən başlamışıq. Ailini qoydum hazırlığa. İndi gedirəm bazara. Ustara baxın. Bura Xırdalan Misir Parkıdır. Bunun yanından keçirəm. Gedirəm bazara. Bir şey xırda şeyler var, onları alacağım. Vəssalam, qaydacağım. Arasının içine çıxıram bazara. Gedək. Görək nə var, nə yox. Bazardan gəldim evə, deməli götürə bildiyim qədər bunlar oldu. Sonra yenə gedib alacağım. Aylin götürəndə də biraz gedib alacağım. Çünki pişirmək istədiyim yemək var idi. Ona bəzi ərzaqları almamışam. İndi nə aldım? Çox qəşəng belə göycə var idi. Göycə almışam. Baxın, nə qəşəng böyükdür. Belə alça aldım 2 kilo. Uşaqların gözü doysun. Bu nədir burada? Doymurlar ki. Belə qəşəng çıxılı patron xiyarlar var idi. 2 kilo da ondan aldım. Sonra 2 kilo da belə ərik aldım. O qədər xoşuma gəldi. Ətri çox qəşəngdir. Baxın. Ətri çox qəşəngdir. Bax elə. Ətri qəşəngdir. 2 kilo da ərik aldım. Deməli 2.50 idi. Bu da 2 manat idi. Xiyar da 1 manat. Bazarda. Belə. Yəni təzə xiyar da belə. Daha sonra pomidor aldım. Heç bəyənmədim, amma 1.50'ye aldım. Belə pomidor. 2 kilo. Daha sonra kəvər. İndi bunların hamısını yuyum gərək. 2 dəstə kəvər aldım. Qəşəng kəvərlərdir, baxın. 2 dəstə keşniş aldım. O da qəşəngdir. Bir də böyük dəstə. Adını unuttum. Nə idi? Çahı. Marul. Bir böyük dəstə də belə baxın qalın. Çahı aldım. Hə, yuyacam indi. Daha sonra gələrək almarketə girdim. Oradan da belə 1 kilo pesok. Şəkər tozu. Böyük də yuha yaxşı. Sonra 1 kilo aş düyüsü. Bu çəkimiz heç. Sonra bir dənə belə mak kofe. Buna görə girmişdim. Dəniz istəyirdi. Vanil, qabartma. Bir paketdə makaron. Yenə dediyim kimi almaq istədiklərim bu qədər deyildi. İndi Aylini götürməyə gedəndə yenə alışveriş edəcəm. Meyvələrdən biraz yiyorum. Koyun yeyesin, akşam da yiyorum. Sonra göyərtilər də yiyorum. Suyu çəkilsin. Çoktan suya koymuştum ki nenələri varsa çıxsın. Ərin çox gözəl qoxusu var. Əsl kəndəlidir. Evin oldu özünü itirmə, o da yazıqdır, heyvandır.
Salatalarını da qoşmuşam. Yeyiyorsun. Çox ən sevdiyimiz göyərtilərdən biridir. Yoldaşım o qədər sevir. Göyərti kimi yeyir də, yəni. Böyle bir kişniş kimi, şüyüt kimi, ne bileyim, kəvər kimi çox sevir. Mən bunun əvvəl salatında çox hazırlayırdım. Kahve, mayonez, sveci xiyar, daha sonra neydi o? Döş əti doğrayıb qəşəng hazırlayırdım. Ondan sonra da neysə hazırlamıram onu. İndi dənizin ad günü yaxınlaşır inşallah iyunun. 4 dənizin ad günü. Onda qəşəng salatlar eləyəcəm. Sınav içine eləyəcəm. Dəniz sevdiyim. Bir kere baxacağım. Neysə salat eləyərəm. Çıxdıq evdən, gedirik Fidoşka, Denizka, gedirik məktəbə. Bunları qoyacağım. Əzan verilir, əzanlar. Allah bütün qılınan namazların hamısını qəbul etsin inşallah. Gedirik məktəbə. Dənizlə Fidanı qoyuram, Aylişkanı götürürəm. Yenə bazara dəyib çıxırıq. Belə. Bu gün mənim idmanım var, çox mutluyam. İdmanı çox sevir. Günəş düşürür, deyəsə heç yaxşı çəkiliş alınmır. Belə gedək, belə işlər. Akşamlar yer olmuş, bu vaxtlar yer olur. Aydın çıxdı, gəlmişik yenə bazara. İsmail'e bir şey camamıştım. Gəl buradan kartof da alaq. Nəhayət gəldik evə, çox istidir, çox yorulduq Aylişlə. Ayliş orada oturub alçalarından yeyir. Deməli, indi nələr aldım? Öldüm də, qollarım qopdu. Belə kartof aldım 5 kilo. 1 manat 20 qəpik idi kilosu. Belə kartof almışam. Sonra bayaq yadımdan çıxıb ki, 3 bacıya mən vurmalıyım reyhan. Reyhan aldım, ona görə də bir dəstə şüyüt yenə. Bir dəstə də reyhan. Ətri nə gözəldir. Bir də belə kabakçı almışam. Çox almamışam. Hardasa 5 dənə. 4-5 dənə. 5 dənə kabakçı almışam. Belə bibarcık. Boy, heç burasını görməmişəm orada. Biber almışam. 3 bacıya. Belə qəşəng badımcanlar almışam. Balacasını tapmadım, neyniyim? Eyb yox, yaxşı alınacaq inşallah. Deməli, daha sonra belə qırmızı soğan biraz salat üçün Aylinin ürəyi istədi. Belə soğan. Sonra sizə demişdim ki, əriyin ətri çox gözəldir. Yenə getdim kilo yarım əriyi aldım. Və yaşıl market var bizim evin yanında. Oradan gələndə 2 dənə çörək. Biri belə uzun baton. Biri də belə çörək aldım. Bəs salam. İndi başlayayım axşamın yeməyinə. O qədər də yorulmuşam. Heç yemək necə edəcəm bilmirəm. Ətlərimi yummuşdum. Nə gözəl. Baxın, quruyublar artıq. Bunları yığıram. Reyhanla şüydümü gətirim, yuyum. Əti qoyum. Bir dənə kofe içək. Çay qoydum. Bugün heç nə yeməmişəm. Ürəyim heç nə istəmirəm. Ancaq meyvə istəyirəm. Haycan. Kofemi içirəm artıq.
İşte mən orada gözləyir. Ailişin keksi ilə içirəm. Bir dənə bunu içeyim. Durun, bugün heç nə yeməmişəm. Elə birinci, yəni yemişəm 3-4 dənə əriyi alça belə. Birinci ekmek. Durun, sonra yeməyimi pişirim. Ətimi qoymuşam, artıq qovrulur. Ətim artıq baxın, orada qovrulur. Altında yandırmışam. Bunu içim qutarım. Getdim kofeni içəndən sonra mənə bir enerji gəldi ki, qəşəng baxın, burada ətimi hazırlamışam, dana ətidir. Sonra burada bu göyərtilər doğranacaq, indi şüd, kişniş, bir də reyhan ətin içərisinə. Daha sonra burada hazırlamışam kabakçiləri, baxın, belə içlərini ovmuşam, badımcanlar, duzlamışam, yumuşam, pomidor, biber. Bugün 3 bacı yox, 4 bacı edirik. Siz ona baxın. Ayağı çək Ayliş. Yatışına baxın. Yeməyi almışam ona qəşəng. Onu yeyib yatıb. Hüseyin kupon. Salonu qoy yaxınlaşdırım. Baxın, ancaq disrəklənib yatır, ancaq. Maşallah balama. Başlayayım, yeməyimi hazırlayayım mən də. Cüvərtlərimi doğrayım. Qəşəng. Bu gün nə qədər cüvərti yumuram. Cüvərti yumaqdan bezdim. Bu yeməyin olmazsa olmazı reyhandır. Reyhan mütləq olmalıdır. Mən kesin şüyüd də vururam, çünki elə çox bəyənirəm. Mən badımcanı pörtətmirəm. Badımcan hal-hazırda onları yumuşam, duzlamışam. İndi içərisini ovub çıxardacağım. Necə ki, kabakçını ovub çıxartmışam. Baxın, belə ovub çıxardacağım. Və onu dadlı. Bir də mən badımcanı ala-qala soyuram. İndi eləyəndə göstərəcəm. Elə də çox xırda doğramağa ehtiyac yoxdur. Belə qarışdırıram. Yox, nəsə yaxşı hiss etmirəm. Durdum ayağa. Qəşəng. Karıştır, karıştır. Karıştırıyorum canım. Qovruldu. Pomidorları sonradan attım. Pişəcək içərisində. Belə. Başladım yavaş-yavaş elə pomidordan başlayaq. Nə olacaq? Doldurmağa. Qəşəng. Dadlı yeməyimiz. Yəni ən yaxşı yeməkdir. Yoldaşım sevinəcək. Ən sevdiyi yeməkdir. Qoyum ora, sonra qazana. Nə baxırsan? Nə gülürsən Ayliş? Hiç şuraya. Geç o birisi kresloda otur. Çünkü maykadasın. Tamam. Geç kuz balım. Kestim anne. Pomidor o kadar doldurdum, ağzı açık kaldı. Koy biraz boşalttım. Sakitlik.
Amma 1 saatlıqdır. Az qaldı. Üçü düşəcək bir araya. O vəbşi. Ayca. Pişir. Yaxşı gözlə. Pomidorları bitiririk. Kabakçıda görün necə olacaq da orada bugün valideynlərlə danışırdıq. Ayının götürəndə onlar dedi ki kabakçıda et. Dadlı olur. Yine badımcan kimi yəqin ki dadı yerdə. Çünki kabakçının dadı, badımcanın dadı fərqi yoxdur. Kabak kimisi də belə doldurduq. Mamam həmişə deyir ki, belə buna əlləşmə. Acığı gəlir, deyir. Çox storyada elə çox o qədər də sevən deyil. Biz də yoldaşım çox xoşdur. Mən çox sevirəm. Hə, sən də çox sevirsənmiş. Biz üç bacı. Deyir, əlləşmə ona neçə saat deyir onun. İş prosesi uzundur. Badımcanı yox, onu belə elə, bunu elə elə. Ondan sonra deyir, əti qoy, qovur qoy qabağımıza. Deyirəm, yox. Qoy tatlı olsun. Oy, üzr istəyirəm. Hava. Çəkəmədim ömrüm, öskürəyim getmir xəstələnəndən beri. Çiçəyəndə Havaldır, ay sağ ol. aslanıza sağlam. Sağlamı. Aferin. Məktəbdə həm yeməndirim sağlam. Aferin. Yaxşı edirsən, mən sən ağıllı qızımsan da. Şey, mənim ağıllı qızımsan da. Qəşəng qızımsan da. Görüm dadı necə alınacaq. Yaxşı alınsa, sevsək. Dənizlər gündə də kabakçı ilə də hazırlayaram. Mama, kartofla hazırladı. Yox, kartofla mən çox o qədər də sevmirəm. Mən yeməmişəm. Yeməmisən? Bir dəfə eləyərəm, yeyərsən. Birazcık yemişəm, yadıma gəlmir. Amma yəni görməmişəm. Qoy bu videonu saxlayayım, sizə çox uzun sıxıcı olmasın. Biberləri dolduranda da göstərərəm. Deməli, keçmişəm badımcana, baxın. Qoy, badımcanın için belə çıxartmışam. Daha aydın düşəni. Baxın, çıxartmışam. İndi doldururam badımcanın içinə. Bir tərəfdə də uzaq şeirə baxırıq. Baxan var aranızda qızlar. Mamamın kinosudur, işdədir o. Mən baxıram, buradan perevod edəcəm ona. Ay. Dünən oldu da təzə bölümü hər həftənin birinci günü olur. Belə. Hə, mama, belə bizim üçün belə televizor var ha. Onlarda birinci gün olur. Saat 11-də, belə 1-də, 2-də verirlər. Sonra da ikinci gündə YouTube'a verirlər. Hə, gecə bizdə vaxt olmur baxmağa. Həm uşaqlar yatır, ailə məktəbə gedir deyənə, həm mamam işə gedir. Çünki mən bir də işdə verirlərsə, o çox gedir. Elə 3-də, 4-də nənəmin gedən vaxtda. Aliya da yaman çıxdı, üzə qonağı yapmaq istəyir. Ye qutar, dözmədi ürəyi. Ət vermişəm ona çörəyin arasında. Züzü kimi. Bu ətdən Züziyə də ayırmışam. Züziyə də yiyəcək.
Pompu yeməlidir. Çox xırda işliyə vaxt alıcı. Mama, versən. Mən ən yaxşı əlimlə basanda rahat. Keçdik biberçiklərimizə. İndi də onlar dolur. Bunlar da qutarsın, qoyaq pişməyə. Mənim həyatda ən narahat olduğum şey yeməyin olmamağıdır. Yemək gec olur. Mən Əsəbləşirəm mama. mənim yoldaşım, yəni ona heç nə də necə deyim, təzə evlənəndə götürmüşəm ki, yəni qaydasını. Mənim yoldaşım başqa yerdə yemək yeməyi sevmir. Sonra yəni ayaqüstü yemək yemir. Ancaq ev yeməyi işə də aparır da, ev yeməyi aparır həmişə mənim yeməklərimi. Ona görə də məndən yəni tələb etdiyi ilk işim yeməkdir. Deyir, neyinirsə elə yemək hazır olsun. Ona görə də mən heç vaxt olmayıb ki, o məsələn zəng olsun evə gələndə ki, hə yemək hazırdır, mən yox deyim. Mənə xoş gəlmir də. Hala, mən mamamın yemək yerdə hamısını gömür olmağını çünki çox şeydir. Anne əli bir başqa. Sənə qurban olum. Bala yeməyi də bir başqadır da. Bala keksi. Eləmişdim onu. Allah hamına ruzisini versin inşallah. Ürək istəyən kimi alsın, balalarını yedirsin. Bol-bol qazançlar versin. Allah halal ruzi getirsin. Halal yolla. Gəldik. Bitdikdən sonra qazana yığmağa. Deməli, mənim belə bir dolma qazanım var. Bölməli. Çoxdan da bunu işlətmirdim mən. Yəni təzə almışdım yeni ildə. Səhv eləmirəmsə bir dəfə elə yeni ildə dolma bişirmişəm. Rıfanəgil bizə gəndə qoy üstünə tökün bunu sonra. Ay, elə ağırdı. Təmiz qranitdir məndə. Firması gördünüz. 2 bölməlidir. Dərin olanıdır. Baxın, hardasa bir qarışa yaxın dərinliyi var. Mən 60 manata almışdım. Və qəşəng dərinliyi var, böyüklüyü var. Ən böyük olan ölçüsüdür. Mən alanda 50-yə də var idi. O biraz kiçik ölçüydü bundan. İndi qoyaq orada görək hansılar bişirək. Çox olsa birazdan saxlayacağım, atacağım buzdamıya. Deməli, pomidorları yığıram birinci. Belə, bura istəyirəm biberləri də yığam. Badımcanla da qabaq biçiləri bir bişirəm. Aylin girir, çıxır. Mənə sakitlik haramdır. Bayaq biraz oturmuşdu. İndi yenə başladı. Oy, pomidorum düşdü burada. Bu biber niyə ağdı? Mənim ətim qaldı. Buzdamada belə bütöv biberim var idi. 2 dənə çıxartdım. Ondan qoydum. Belə. Bu tərəfə də istəyirəm qabaqçilərdən yığaq. Belə.
Deməli belə hazırladım. Burada çox hissəsini bişirirəm. Kabakçiləri ilə yığdım, badımcan. Burada da pomidorumuz, biberimiz. Bunun üstə yağ qoyacağam. Qoyacağım vamxotda bişsin. Bir qabda belə artıq qaldı. Bunu da bir dəfə bişirərəm. Yəni bir dəfədə yemək olar ondan. Onu atacağım buzlamaya. Bunu da qoyum vamxotda yavaş-yavaş bişsin. Elə qoymuşdum qaza. Yağı əridi, başlayırdı bişməyə. Birdən ki altını söndürdüm. Yoldaşım dedi ki, bəs ona zəng vurdu. Elə danışırdıq. Aylin dedim, ata ən sevdiyin yeməyi bişirir 3 bacı. Amma bu dəfə deyir 4'dür. Yoldaşım dedi, belə dilim kartof qoy onun üstünə. Bir balaca da sarı kök səpəcəm buna. Ay, çünki o dedi istəyirəm qarışdırıb əzməyə. O pomidoru, nə bilim, badımcanı belə əzir. Yanında da dedi kartof olsun, kartofu da əzəcəm onlarla. Elə yeyəcəm. Sarımsaq qatıqla. Ona görə əlimi tez söndürdüm və başladım. Çox eləmədim, elə ona yetdik belə. Elədim çünki biz bilmirəm yemərik, yemərik. Belə duzlamışam da, burada badımcanın yanında boşluq var idi. Onsuz da düzdüm oraya, indi bunları belə sarı kökünü də səpdim. Yavaş-yavaş baxın. Eşidirsiniz. Qafağın ağzına başlasın pişməyə. Ay qızlar. Nəhayət yekə qazan getdi. Belə yığmışam həm yoldaşıma işə. Belə həm belə artıq qalanını qoymuşam. Biri artıq qalıb, biri yoldaşıma işə. Sabah aparacaq. Dadından yəni doymaq mümkün değildi də. Həqiqətən çox dadlıydı. Belə çox dadlıdır. Kabakla yeməmisinizsə yoxlayın. Kabakçı ilə o qədər dadlıdır, o qədər dadlıdır. Fidan hətta ondan çox yedi. Fidan sevdi, yoldaşım da sevdi. Yəni əllərin yerlər az qala. Kartof da mən az qoymuşam, bilsəydim çox qoyardım. Necə deyim, bir dənə qaldı, bir dənə nazik dilim işə qoymadım. Yəni çox sevdilər, bəyənərək yedilər. Qalanımız bu oldu böyük tavadan. İnşallah yenə var, yenə bişirəcəm. Hazırlamaq istəyirsinizsə siz də hazırlayın, sizə də nuş olsun. Keçim qablarımı yuyum. Nə qədər qab çıxıb. Yavaş-yavaş istədim bunu dadını deyim sizə. Çox dadlı alındı.